Bizim müharibə haramıza yaraşır. Müharibə istəyənin quyruğu suda gərək. Əgər yenə müharibə istəyirsə, pahalara hazır olun, part, cum. Haramıza yaraşır axı müharibə. Bir də müharibə olsa, dilimizdə bir şar var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Makrona od qoydu, birbaşa Azərbaycan. Hələ dəmir yumruğu demirəm. Hə, Ruben Ayalik-Sakiyev bunun bariz nümunəsidir. Mən də sizə bunu deyirəm də, yekə-yekə danışırdılar. Ayaliklə Bako Sakiyevlə şəxsən yığdım ki, çıxın oradan, cəhənnəm olur. Sinələri veriblər qabağa, gendroz belə. Axırı ne oldu? Hamısını doldurdular Qəzəlli üç maşının quzasına, apardılar Bakıya. Dedim, bu Azərbaycan ordusudur. Mən dedim, eləcə mən eşitdim. Onunla mən İrəvana çatmışdım. Canımı çöldən tapmışam. Deməli, yekə-yekə danışan Sarkisyan idi, Koçaryan idi. Opşum, şəhərləyənlər hamısı qaçıb gizlənmişdir. O haniyana yığdım, dedər sən öz canıma qaşıma düşüb, qorxudan düşmüşdü. Dedi, gələmərəm, dedim, cəhənnəmə gəl. Hələ biri var, Ruben. Urusiyetdən vurub gəlib pay atdı ondan. Bu adamda başdan başqa hər şey var. Qorxusundan nə təri əsirsə, elə orada da bunu soxurlar, qoduqluğa götürüb gediblər. O gün yazıq, niyə məhkəməmə gəlmirsən? Gəlib ora, aparıb mənim də salsınlar sənin yana.